Əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün günlərdən 7 iyundur və bürclər üçün xəbərlərim var, xoş izləmələr. Qoç. Qoç, bugün daxili aləmində sanki böyük bir sükunətlə partlamağa hazır olan vulkanik bir enerji arasında sıxışıb qalmısan. Bazar günü olmasına baxmayaraq, beynin gələcək planlarla, reallaşdırmaq istədiyin ideyalarla doludur. Marsın bugün sənə verdiyi təsir, adətən formalaşan o tələsik və aqressiv güc deyil, daha çox strateji və soyuqqanlı bir qətiyyətdir. Ətrafındakı insanların sənə qarşı bir qədər yavaş qaldığını, hadisələri sənin qədər tez qavraya bilmədiyini hiss edə bilərsən. Bu, səndə qıcıq yaratsa da, bugünün əsas imtahanı səbr nümayiş etdirməkdir. Özünü ifadə etmək formanda dəyişikliklər var, artıq sadəcə qışqıraraq deyil, sükunətinlə və məntiqli arqumentlərinlə qalib gəlməyin dadını çıxarırsan. Günün ikinci yarısında daxilindəki yaradıcı potensial pik həddə çatacaq, beynində parıldayan ideyaları mütləq bir yerə qeyd et. Münasibətlər cəbhəsində bugün köhnə üstü örtülmüş mövzuların yenidən alovlanma ehtimalı var. Amma bu dəfə qorxulu deyil. Əgər həyatında kimsə varsa, onunla keçmişdə qalan və ürəyinə xal salan bir məsələni tamamilə böyüklər kimi, emosional partlayışlar etmədən danışıb həll edə biləcəksən. Qarşı tərəf sənin bu yetkin və sakit tərəfini görəndə sənə olan heyranlığı bir qədər də artacaq. Sevgini göstərmə formanda bugün materializmdən uzaq, tamamilə mənəvi bir yaxınlıq axtarışı var. Uzun-uzadı söhbətlər, gələcək planların ortaq nöqtədə birləşdirilməsi bugünün əsas mövzusudur. Subay qoçlar üçün isə bugün sosial şəbəkələrdə və ya təsadüfi bir virtual məkanda tamamilə intellektual səviyyəsi ilə diqqət çəkən birinin peyda olması gözlənilir. Həmin şəxslə ilk baxışdan emosional yox, məhz zehni bir bağ quracaqsan. Hisslərinə biraz zaman tanı, tələsmə, çünki bu dəfəki hekayə adəti üzrə tez alışıb tez sönən tonqallara bənzəmir. Bazar günü olmasına baxmayaraq, iş həyatın və karyera hədəflərin zehnini tamamilə işğal edib. Gələn həftənin strategiyasını qurmaq, yarımçıq qalmış layihələrin üzərində vizual dəyişikliklər etmək üçün mükəmməl bir gündür. Hazırda üzərində çalışdığın işlərdə bir tıxanma nöqtəsi var idisə, bugün o düyünü açacaq qeyri-adi bir ideya ağlına gələcək. İctimai statusunla bağlı, xüsusən rəqəmsal platformalarda və ya iş mühitində özünü necə təqdim etdiyin mövzusu gündəmdədir. İnsanların səni necə qəbul etdiyi, vizual olaraq yaratdığın təəssürat bugün sənin üçün əhəmiyyət kəsb edəcək. Yaradıcılıq sahəsində olan, musiqi, vizual sənət və ya məzmun istehsalı ilə məşğul olan qoçlar üçün bugün əsl ilham partlaması günüdür. Kimsənin təsirində qalmadan tamamilə öz orijinal üslubunu ortaya qoymaq üçün daxili bir cəsarət tapacaqsan. Rəhbər şəxslərlə və ya gələcəkdə əməkdaşlıq edə biləcəyin insanlarla bağlı bəzi planları xəyalında canlandıra bilərsən, bu xəyallar çox keçmədən reallığa çevrilmə potensialına malikdir. Maliyyə mövzusunda qoçlar üçün bugün dur və düşün günüdür. Son zamanlar daxili emosional boşluqları doldurmaq üçün etdiyin lazımsız xərclər və ya texnoloji gadgetlərə, lüks detallara xərclənən pullar büdcəndə kiçik bir gərginlik yaradıb. Bugün pulun sənə gəlmə yollarını şaxələndirmək barədə ciddi düşünəcəksən. Passiv gəlir mənbələri, öz qabiliyyətlərini rəqəmsal dünyada necə pula çevirə biləcəyin barədə araşdırmalar etmək üçün əla zamandır. Hər hansı bir investisiya planın varsa, bugün qəti qərar vermə, sadəcə rəqəmləri analiz et. Kimsəyə borc vermək və ya böyük riskli maliyyə əməliyyatlarına girmək üçün uyğun gün deyil. Unutma ki, maliyyə azadlığı sadəcə çox qazanmaqla deyil, həm də əlindəki resursları düzgün idarə etməklə qazanılır. Axşam saatlarında gözlənilməz, kiçik amma səni sevindirəcək bir pul axını və ya köhnə bir borcun qaytarılması xəbəri gələ bilər. Bugün sağlamlığın birbaşa olaraq psixoloji vəziyyətinlə əlaqəlidir. Əgər daxilindəki stressi və enerjini düzgün yönləndirə bilməsən, bu, sənə miqren tipli baş ağrıları və ya boyun nahiyəsində gərginlik olaraq qayıda bilər. Kompüter və ya telefon ekranı qarşısında keçirdiyin vaxtı bugün minimuma endirməyə çalış, çünki göz yorğunluğu ümumi tonusunu aşağı salır. Fiziki olaraq enerjin yüksəkdir, amma bunu ağır idmanla deyil, uzun yürüşlərlə və ya təmiz havada vaxt keçirməklə xərcləməyin məsləhətdir. Su qəbuluna diqqət yetirməlisən, bədəninin quruduğunu hiss edə bilərsən və bu da daxili orqanların işinə təsir edir. Yuxu rejiminə xüsusi diqqət yetir, çünki gələn həftə səndən böyük bir fiziki və zehni performans tələb edəcək. Özünü çox yükləmə, ruhunu dincəldəcək musiqilər və ya sakitləşdirici fəaliyyətlərlə günü tamamla. Buğa. Buğa, bugün sanki həyatın sürətini biraz yavaşlatmaq, ətrafındakı xaotik ritmdən uzaqlaşıb öz güvənli limanına sığınmaq istəyirsən. İdarəçi planetin Veneranın bugün sənə bəxş etdiyi təsir daxili dinclik, estetikaya həssaslıq və həyatın dadını çıxarmaq arzusudur.
Bazar gününün gətirdiyi o sərbəstlik hissi daxilindəki yaradıcı dalğanı alovlandırır. Əgər son günlərdə üzərində işlədiyin, amma bir növ yekunlaşdıra bilmədiyin vizual layihələr, dizayn işləri və ya konseptual ideyalar varsa, bugün həmin mövzulara tam fərqli, daha fəlsəfi və radikal bir bucaqdan baxacaqsan. Ətrafındakı insanların fikirləri bugün sənin üçün ikinci plandadır, sən tamamilə öz daxili səsinə və instinktlərinə güvənirsən. Günün yeganə təhlükəsi, həddindən artıq inadkarlıq və dəyişikliklərə qarşı daxili dirəniş göstərmək meyilliyidir. Şərtləri məcbur etmək yerinə hadisələrin axınına buraxmaq sənə gözlədiyindən də böyük qapılar aça bilər. Axşama doğru evində və ya fərdi məkanında edəcəyin kiçik estetik dəyişikliklər ruhuna inanılmaz dərəcədə yaxşı təsir edəcək. Münasibətlərdə bugün tam bir güvən, sadiqlik və dərinlik axtarışındasan. Əgər həyatında kimsə varsa, onunla səthi mövzulardan qaçıb, gələcəyə dair konkret, real və təməli möhkəm planlar qurmaq istəyəcəksən. Qarşı tərəfdən sadəcə xoş sözlər deyil, hisslərin real hərəkətlərlə sübutunu gözləyirsən. Bəzən tərəfdaşını çox sıxdığını və ya ondan həddindən artıq ideal bir mükəmməllik tələb etdiyini fərq edə bilərsən, o bugün biraz daha elastik olmaq münasibətin rəvanlığı üçün vacibdir. Keçmişdən qalan, unudulduğunu sandığın bəzi emosional mövzular və ya köhnə partnyorla bağlı xəbərlər günün ortasında fikrini yayındıra bilər, lakin daxili yetkinliyin sayəsində bu dalğaya qapılmayacaq, öz indiki zamanının dəyərini biləcəksən. Subay buğalar üçün isə bugün öz ayaqları üzərində möhkəm duran, nitqi və intellekti ilə heyranlıq doğuran bir şəxslə qarşılaşma ehtimalı olduqca yüksəkdir. Bu insanla münasibət ilk andan etibarən böyük bir ehtirasla deyil, dostluq və qarşılıqlı hörmət zəminində başlayıb zamanla dərinləşə bilər. Bazar günü işləmək məcburiyyətində deyilsənsə belə, karyera strategiyaları və gələcək professional hədəflərin beynində fırlanmağa davam edir. Xüsusilə öz brendini qurmaq, rəqəmsal dünyada daha radikal və diqqət çəkən bir mövqe qazanmaq barədə düşünürsən. Şablon işlərdən, başqalarının diktə etdiyi qaydalardan bezdiyini hiss edə bilərsən. Bugün yaradacağın fərdi fəaliyyət planı, gələn həftə rəhbərliklə və ya müştərilərlə aparacağın danışıqlarda sənə böyük üstünlük qazandıracaq. Audio, video, musiqi və ya hər hansı bir məzmun istehsalı sahəsi ilə məşğul olursansa, bugün texniki detalları qaydasına salmaq, montaj, səs tənzimləmələri və ya vizual korreksiyalar etmək üçün ideal zamandır. Səbrin və detallara olan fokuslanma qabiliyyətin sayəsində heç kimin fərq edə bilmədiyi kiçik xətaları tapıb düzəldəcəksən. İctimai statusunda özünü daha peşəkar, daha dayanıqlı bir fiqur kimi nümayiş etdirmək üçün rəqəmsal profillərini yeniləmək və ya yeni bir portfolyo hazırlığına başlamaq üçün bugün əla bir başlanğıcdır. Maliyyə mövzusunda buğanın təbii olaraq sahib olduğu o güclü instinktlər bugün tam gücü ilə işləyir. Pulun dəyərini, onu necə qorumaq və artırmaq lazım olduğunu çox yaxşı bilirsən. Bugün uzun müddətli investisiyalar, daşınmaz əmlak, texnoloji cihazların gələcəkdə sənə gətirəcəyi qazanc və ya böyük büdcəli layihələrin smetası üzərində işləmək üçün çox uyğundur. Ancaq daxili bir lüks və rahatlıq istəyi sənə bugün planlaşdırılmamış xərclər də etdirə bilər. Keyfiyyətli bir geyim, işini asanlaşdıracaq professional bir proqram təminatı və ya ev rahatlığı üçün alacağın bir əşya büdcəndən müəyyən bir məbləğ apara bilər. Əgər bu xərc gələcəkdə sənə zaman və ya motivasiya olaraq geri dönəcəksə, bunu israf kimi görmə. Günün ikinci yarısında daha əvvəl reallaşdırdığın bir layihənin, göstərdiyin bir xidmətin qarşılığı olaraq gözlənilən maddi və ya mənəvi dəstəyin gəlməsi barədə siqnallar ala bilərsən. Maliyyə risklərindən qaçmaq sənə hər zaman qazandırır, bugün də eyni soyuqqanlılığı qoru, bugün bədəninin sənə verdiyi siqnallara qulaq asmalısan. Boğaz nahiyəsi, boyun və çiyinlər buğa bürcünün ən həssas nöqtələridir və bugün oturaq iş şəraitindən və ya daxili gərginlikdən dolayı bu nahiyələrdə ağrılar hiss edə bilərsən. Yüngül gərilmə hərəkətləri və masaj sənə möcüzəvi şəkildə yaxşı təsir edəcək. Həzm sisteminə də diqqət yetirməlisən, xüsusilə emosional olaraq gərgin və ya çox rahat olduğun anlarda yemək miqdarını qaçıra bilərsən. Ağır, yağlı və karbohidratlı qidalardan uzaq durub, bədənini təmizləyəcək detoks effektli içkilərə və bol suya üstünlük verməlisən. Zehni enerjini yeniləmək üçün təbiətlə, torpaqla və ya yaşıl məkanlarla təmasda olmaq bugün sənin batareyanı dolduracaq ən əsas vasitədir. Telefon və sosial şəbəkə detoksu etmək, ən azından bir neçə saatlıq tamamilə internetsiz mühitdə qalmaq sinir sistemini tamamilə bərpa edəcək. Əkizlər. Əkizlər, bugün idarəçi planetin Merkurinin sənə bəxş etdiyi o yüksək zehni sürət tam gücü ilə dövriyyədədir. Beynində eyni anda onlarla ideya fırlanır, sanki zamanın sənə bəs etmədiyini, hər şeyə eyni anda qaçmalı olduğunu düşünürsən.
Bazar günü olmasına baxmayaraq, daxili dinamikan səni bir yerdə sabit oturmağa qoymur. Bugün ünsiyyət kanalların sonuna qədər açıqdır. Telefon zəngləri, mesajlar, sosial şəbəkələrdəki aktivlik və ya dost mühitindəki müzakirələr gününün böyük bir hissəsini əhatə edə bilər. Lakin bu yüksək daxili enerji həm də fokuslanma problemi yarada bilər. Bir işi bitirmədən digərinə keçmək, günün sonunda özünü həm heç bir şey etməmiş, həm də həddindən artıq yorulmuş hiss etməyinə yol aça bilər. Günün əsas açar sözü filtrasiya olmalıdır. Gələn hər məlumatı, hər təklifi beyninə buraxmaq yerinə sənə həqiqətən fayda verəcək radikal ideyalara fokuslan. İntuisiyanın çox güclü olduğu bir gündür. İnsanların maskalarının arxasını, real niyyətlərini sözlərindən dərhal oxuya biləcəksən. Sevgi həyatında bugün emosional dərinlikdən ziyada zehni tərəfdaşlıq ön plandadır. Əgər həyatında kimsə varsa, onunla sadəcə romantik cümlələr qurmaq deyil, dünya görüşünüzü genişləndirəcək, fəlsəfi, elmi və ya sənət yönümlü mövzulardan danışmaq sənə inanılmaz zövq verəcək. Qarşı tərəflə ortaq bir intellektual dalğa tutturmaq münasibətini tam fərqli bir səviyyəyə qaldıracaq. Amma diqqətli ol, bəzən hissləri tamamilə məntiqlə analiz etməyə çalışmaq, partnyorunun emosional ehtiyaclarını göz ardı etməyinə səbəb ola bilər, onun sadəcə dinlənilməyə və qucaqlanmağa ehtiyacı ola bilər. Subay əkizlər üçün isə bugün tam bir flört və maraqlı tanışlıqlar günüdür. Çoxdandır danışmadığın köhnə bir tanışın qəfil mesajı və ya virtual mühitdə bir şərh bölməsində başlayacaq dərin bir mübahisə yeni bir münasibətin qığılcımı ola bilər. Bu insan sənin marağını vizual görünüşündən çox, cümlələri qurma forması və sarkastik yumoru ilə çəkəcək. Hər şeyi çox sürətli yaşamaq istəyə bilərsən, amma sirrini və gizəmini biraz qorumaq bu dəfə prosesi daha həyəcanlı edəcək. Professional fəaliyyətində bugün ssenari yazmaq, məzmun istehsalı, SEO strategiyaları qurmaq və ya rəqəmsal platformalarda yeni bir brendin konseptini formalaşdırmaq üçün möcüzəvi bir yaradıcılıq potensialın var. Əgər musiqi, audio və ya vizual sənətlə məşğul olursansa, bugün beynində qurduğun o yeni strukturları real layihəyə çevirmək üçün notebookun arxasına keçməyin. Əsl vaxtıdır. İctimai statusunla bağlı kütlənin qarşısına çıxmaq, öz səsini və ya fikirlərini böyük auditoriyalara çatdırmaq istəyi daxilində baş qaldırır. Son zamanlar daxilində apardığın o radikal qırılma prosesi işlərinə və məzmunlarına da əks olunmağa başlayıb. İnsanların səni şablon, sıravi bir icraçı kimi deyil, trend yaradan, orijinal fikir sahibi kimi görməsini istəyirsən. Komanda işləri və ya gələcək əməkdaşlıqlar üçün yeni şəbəkələr, networking qurmaq, bəzi nüfuzlu şəxslərlə onlayn yazışmalar etmək üçün bugün verimli nəticələr doğura bilər. Özünə inamını rəqəmlərlə və real biliklərlə dəstəklədiyin müddətcə bugün sənə yeni qapılar açılacaq. Maliyyə mövzusunda bugün həm şanslı, həm də bir qədər riskli bir xətt üzərindəsən. Zehninin sürətli işləməsi sayəsində qısa müddətdə pul qazana biləcəyin, intellektual əməyinə əsaslanan bir neçə kiçik layihə və ya freelance iş təklifi ala bilərsən. Digər tərəfdən, qəfil gələn emosional dalğalanmalar səni anidən böyük xərclər etməyə sürükləyə bilər. Xüsusilə onlayn alış-veriş saytlarında gəzişmək, ehtiyacın olmayan kitabları, proqram abunəliklərini və ya rəqəmsal cihazları səbətə atmaq üçün təhlükəli bir gündür. Pulun idarə olunmasında daha realist olmalısan. Gələcək planların üçün müəyyən bir büdcə ayırmaq və həmin məbləğə toxunmamaq gələn həftələrdə səni böyük bir stressdən xilas edəcək. Əgər investisiya etmək istədiyin yeni bir sahə varsa, bugün yalnız məlumat toplamaqla kifayətlən, rəsmi addımları və pul köçürmələrini bir neçə gün sonraya saxlamaq daha ağıllı addım olar. Əkizlərin ən böyük düşməni olan zehni yorğunluq bugün pik həddə çata bilər. Beyninin dayanmadan işləməsi sinir sistemini həddindən artıq gərginləşdirir. Bu da özünü yuxuya keçid problemləri, daxili narahatlıq və ya əl-qol nahiyələrində kiçik titrəmələr, gərginliklər kimi göstərə bilər. Bugün tənəffüs sisteminə xüsusi diqqət yetirməlisən, qapalı və havasız məkanlarda qalmaq enerjini sıfırlayacaq. Mütləq təmiz havada, parkda və ya dəniz kənarında qısa bir yürüyüş etməlisən. Siqaret və ya digər zərərli vərdişlərdən uzaq durmaq, bədənə bol oksigen daxil etmək bugünün müalicəsidir. Həmçinin qəhvə və çay kimi kafeinli içkilərin miqdarını azaltmalısan, çünki onsuz da yüksək olan daxili ritmini süni şəkildə daha da artırmaq sənə xeyirdən çox ziyan vuracaq. Axşam saatlarında tam sükunət mühiti yaratmaq və ekranlardan uzaqlaşmaq ruhunu bərpa edəcək. Xərçəng. Xərçəng bugün tamamilə daxili dünyana, emosional köklərinə və fərdi məkanına çəkilmək istədiyin bir gündür. Ayın gətirdiyi həssas enerji səni ətrafdakı insanların emosiyalarına qarşı bir süngər kimi fəal edir. Kimin nə dərdi, nə problemi varsa, sanki hamısını öz içində hiss edirsən.
Bu səbəbdən bazar gününü izdihamlı və səs-küylü mühitlərdə deyil, sənə doğma olan, təhlükəsiz hiss etdiyin divarlar arasında keçirmək ən doğru seçim olacaq. Bugün nostalji hisslər biraz qabarır, köhnə fotolara baxmaq, keçmiş xatirələri vərəqləmək və ya uşaqlıq illərinin keçdiyi məkanları yad etmək daxilindəki o doğmalıq ehtiyacını doyuracaq. Lakin diqqətli ol ki, melankoliya bataqlığına yuvarlanmayasan. Keçmiş sadəcə bir təcrübədir, sənin real həyatın isə indiki andadır. Günün ikinci yarısında daxilində güclü bir intuisiyanın oyandığını görəcəksən, sanki hadisələrin gedişatını öncədən hiss edir, insanların gizli niyyətlərini gözlərindən oxuyursan. Bu güclü bəsirəti gələcək layihələrində və şəxsi qərarlarında bir kompas kimi istifadə et, münasibətlərdə bugün tam mənası ilə qayğı, şəfqət və emosional təhlükəsizlik axtarırsan. Əgər həyatında kimsə varsa, ondan gələcək xırda bir diqqətsizlik və ya soyuq bir cümlə səni dərhal öz qınına çəkilməyə məcbur edə bilər. Küsmək və qarşı tərəfin səni tapmasını gözləmək yerinə ehtiyaclarını və incildiyin məqamları açıq şəkildə ifadə etməyi yoxla. Partnyorunla birlikdə ev mühitində sakit bir şam yeməyi yemək, sadəcə ikinizin baş-başa qalacağı dərin bir söhbət mühiti yaratmaq aranızdakı bağları görünməz iplərlə daha da möhkəmləndirəcək. Subay xərçənglər üçün isə bugün uzun zamandır gizli-gizli sənə rəğbət bəsləyən, amma yaxınlaşmağa cəsarət etməyən birinin varlığını hiss etmək və ya ondan dolayı bir siqnal almaq mümkündür. Bu insan böyük ehtimalla yaxın ətrafından və ya ailə dostlarının çevrəsindən biridir. Hisslərinə güvən, əgər daxili səsin bəli deyilsə, qarşı tərəfə kiçik bir yaşıl işıq yandırmaqdan qorxma. Bazar günü işdən tamamilə uzaqlaşmaq istəsən də, yaradıcı peşələrlə, xüsusən yazı, dizayn, musiqi və ya psixologiya ilə məşğul olan xərçənglər üçün bugün daxili aləmdən süzülüb gələn ideyaların kağıza və ya rəqəmsal mühitə tökülməsi günüdür. Kütlələrin nə istədiyini emosional səviyyədə hiss edə bildiyin üçün bugün hazırlayacağın bir ssenari ideyası, video konsepti və ya məzmun planı gələcəkdə böyük kütlələrin ürəyinə toxuna bilər. İctimai statusun baxımından biraz kölgədə qalmağı, çox göz önündə olmamağı tərcih edirsən. Bu, əslində gələcək sıçrayışın üçün daxili güc toplamaq dövrüdür. Gələn həftə iş mühitində baş verə biləcək bəzi intriqaları və ya dəyişiklikləri öncədən proqnozlaşdırıb, özün üçün ən təhlükəsiz və strateji mövqeyi müəyyənləşdirə bilərsən. Başqalarının rəqabət dolu dünyası səni qorxutmasın, sənin ən böyük gücün öz orijinallığın və samimiyyətindir. Maliyyə məsələlərində xərçəng bürcü bugün tam bir mühafizəkar rejimə keçir. Pulunu qorumaq, gələcəyini zəmanət altına almaq istəyi bugün pik həddədir. Evin bəzi ehtiyacları və ya ailə üzvlərinə dəstək olmaq məqsədlə xırda xərclər çıxa bilər, lakin bu xərclər sənin büdcəni sarsıtmayacaq. Bugün riskli maliyyə alətlərindən, qumar və ya investisiya avanturalarından mütləq uzaq durmalısan. Pulunun dəyərini bilmək gözəldir, amma daxili qorxulardan dolayı xəsislik səviyyəsinə çatmaqdan da çəkin. Əgər uzun müddətdir almağı planlaşdırdığın və işinin keyfiyyətini artıracaq professional bir alət və ya cihaz varsa, bugün qiymət araşdırması etmək, rəyləri oxumaq üçün uyğundur. Axşam saatlarında ailə tərəfindən gələ biləcək kiçik bir maddi dəstək və ya gələcək bir gəlirin rəsmi təsdiqi səni xeyli rahatladacaq. Bugün sağlamlığında ən diqqət yetirməli olduğun yer mədə və həzm sistemindir. Emosional dalğalanmalar və stres birbaşa olaraq mədənə vura bilər. Buna görə də acı, həddindən artıq ədviyyatlı və ya fast food tipli qidalardan bugün tamamilə imtina etməlisən. Evdə hazırlanmış, yüngül və sulu yeməklərə üstünlük ver. Bədəninin enerjisi biraz aşağı ola bilər, sanki ağır bir yorğunluq var üzərində. Bu, fiziki deyil, məhz zehni və emosional yorğunluqdur. Suyun müalicəvi gücündən istifadə et, uzun bir duş almaq, dəniz kənarında dalğaların səsini dinləmək və ya sadəcə sakitləşdirici bir bitki çayı içmək daxili balansını dərhal bərpa edəcək. Yuxudan öncə beynini negativ xəbərlərdən və sosial şəbəkələrin toksik axınından qoru. Şiir. Şiir, bugün günəşin daxilində alovlandırdığı o xarizmatik, rəhbər və diqqət çəkən enerji tam gücü ilə işləyir. Bazar günü olmasına baxmayaraq, oturduğun yerdə belə ətrafına işıq saçır, insanların nəzərlərini öz üzərinə çəkirsən. Özünə inamın olduqca yüksəkdir və bu, egoist bir təkəbbürdən ziyada daxili gücünün və qabiliyyətlərinin fərqində olmağından irəli gəlir. Bugün daxilində radikal yeniliklər etmək, həyatına fərqli bir rəng qatmaq arzusu var, ətrafındakı sıradanlıq, insanların monoton addımları səni biraz sıxa bilər. Sən bugün böyük düşünmək, böyük oynamaq və gələcəyə dair iddialı planlar qurmaq istəyirsən. İntuisiyan və yaradıcı zəkan sinxron şəkildə işləyir, ağlına gələn ideyaları reallaşdırmaq üçün daxili bir tələskənlik hiss edə bilərsən.
Lakin planetlərin sənə tövsiyəsi odur ki, bu enerjini ətrafındakı insanları əzmək üçün deyil, onlara ilham vermək və öz layihələrini bir pillə yuxarı qaldırmaq üçün istifadə edəsən. Axşama doğru özünü ifadə etmək, bəlkə də biraz tək qalıb fəlsəfi düşüncələrə dalmaq üçün gözəl bir fürsət tapacaqsan. Sevgi həyatında bugün tam mənası ilə bir ehtiras, coşqu və diqqət mərkəzində olmaq istəyi hakimdir. Əgər həyatında kimsə varsa, onun sənə heyranlıqla baxmasını, etdiyin işləri təqdir etməsini və sevgisini gür şəkildə nümayiş etdirməsini gözləyirsən. Qarşı tərəfdən gələcək kiçik bir tərif belə səni buludların üzərinə qaldıra bilər, amma əksinə biraz soyuqluq hiss etsən, dərhal kükrəməyə hazır olacaqsan. Münasibətdə tarazlığı qorumaq üçün qarşı tərəfin də duyğularına yer ayır, onun da parıldamasına icazə ver. Birlikdə maraqlı, aktiv və vizual olaraq yadda qalan bir gün keçirə bilərsiniz. Subay şirlər üçün isə bugün tam bir ov mövsümüdür. Daxilindəki o maqnit enerjisi elə bir səviyyədədir ki, daxil olduğun hər mühitdə, hətta virtual platformalarda belə dərhal fərqlənirsən. Yeni bir tanışlıq qaçılmazdır və bu insan sənin daxili aləmini, intellektini və sənətkar ruhunu dərhal fərq edəcək qədər vizyon sahibi biri olacaq. İlk addımı onun atmasını gözləmək sənin təbiətinə daha uyğundur. Elə isə sadəcə xarizmanla prosesi idarə et. Professional sahədə bugün rəhbərlik keyfiyyətlərini və yaradıcı potensialını nümayiş etdirmək üçün zehnində böyük fırtınalar qopur. Əgər musiqi, rəqəmsal məzmun istehsalı, audio-vizual sənətlər və ya fərdi bir brendin idarə edilməsi ilə məşğul olursansa, bugün yeni və radikal bir konsept üzərində işləməyin tam vaxtıdır. İnsanların qarşısına çıxardığın işlərin vizual olaraq qüsursuz və zəngin olmasını istəyirsən. Bugün gələn həftənin iş planını qurmaq, rəqiblərin fəaliyyətini analiz etmək və öz orijinal üslubunu necə daha ön plana çıxara biləcəyin barədə strateji düşünmək üçün idealdır. İctimai statusun və cəmiyyətdəki yerin sənin üçün önəmlidir, insanların sənin peşəkarlığına şübhə etməsini istəmirsən. Rəqəmsal dünyada və ya iş çevrəndə özünü daha nüfuzlu təqdim etmək üçün profil yeniləmələri edə bilər, yeni layihələrinin vizual dizaynını hazırlaya bilərsən. Öz ideyalarına sonuna qədər güvən, çünki bugün formalaşdıracağın strategiya səni gələcəkdə lider mövqeyinə daşıya bilər. Maliyyə məsələlərində Şir bürcünün o məşhur əliaçıqlığı və lüksə olan sevgisi bugün biraz baha başa gələ bilər. Özünü mükafatlandırmaq, imicini gücləndirmək və ya sadəcə estetik olaraq gözəl görünən bir şeyə sahib olmaq üçün büdcəni biraz zorlaya bilərsən. Xüsusilə texnoloji cihazlar, geyim və ya yaradıcılıq işlərin üçün lazım olan professional alətlərə xərc çəkmək istəyi yarana bilər. Əgər bu investisiya gələcəkdə işinin keyfiyyətini artıracaq və sənə pul olaraq geri dönəcəksə, bu xərc etməkdən çəkinmə. Lakin sadəcə anlıq həvəslər üçün pul xərcləmək gələn həftələrdə gərginliyə səbəb ola bilər. Pul qazanmaq qabiliyyətin yüksəkdir və bugün yeni gəlir mənbələri, layihələrdən gələ biləcək qazanclar barədə maraqlı təkliflər və ya fikirlər beynində formalaşa bilər. Maliyyə müstəqilliyini qorumaq üçün xərclər və gəlirlər arasındakı o incə balansı bugün rəqəmlərlə qeyd edərək tənzimlə. Bugün ümumi enerjin və fiziki tonusun kifayət qədər yüksəkdir. Şir bürcünün idarə etdiyi ürək və onurğa nahiyəsi bugün xüsusi diqqət tələb edə bilər. Həddindən artıq fiziki güc tələb edən işlərdən və ya kəskin hərəkətlərdən qaçın, onurğana yük salma. Oturuş duruşuna, xüsusən kompüter arxasında keçirdiyin saatlarda diqqət yetir. Qan dövranını yaxşılaşdırmaq üçün yüngül kardio hərəkətləri və ya təmiz havada ritmik yürüşlər sənə çox yaxşı təsir edəcək. Daxili aləmindəki o coşqun enerjini boşalda bilməsən, bu, səndə axşama doğru daxili bir gərginlik və ya ürək döyüntüsünün artması kimi özünü göstərə bilər. Musiqi dinləmək, ruhunu dincəldəcək fəaliyyətlərlə məşğul olmaq və kofein qəbulunu minimumda saxlamaq sinir sistemini və bədənini mükəmməl balansda saxlayacaq. Qız, bugün idarəçi planetin Merkurinin sənə verdiyi analitik zəka və detallara olan sonsuz diqqət hissi pik həddədir. Bazar günü olmasına baxmayaraq, beynini tamamilə söndürüb sadəcə dincəlmək sənin üçün demək olar ki, qeyri-mümkündür. Ətrafındakı nizamsızlıqlar, insanların planlaşdırılmamış, xaotik hərəkətləri bugün səni biraz qıcıqlandıra bilər. Daxilində hər şeyi rəfə düzmək, həyatının hər bir sahəsini mükəmməl bir sistemə oturtmaq istəyi var. Bugün fəlsəfi baxımdan da dərin bir transformasiya dövründən keçirsən, həyatında nəyin fəaliyyət göstərdiyini, nəyin isə sadəcə zaman itkisi olduğunu soyuqqanlı şəkildə analiz edirsən. Həyatından bəzi lazımsız insanları, toksik düşüncələri və köhnəlmiş vərdişləri çıxarmaq üçün daxili bir təmizlik enerjisinə sahibsən. İntuisiyan sənə hər addımda doğru yolu göstərir, sadəcə həddindən artıq özünü tənqid etməkdən və hər şeydə qüsur axtarmaqdan uzaq dur.
Bugün daxili sükunətini qorumaq üçün hər şeyi nəzarətdə saxlamaq məcburiyyətində olmadığını özünə xatırlatmalısan. Münasibətlər cəbhəsində bugün sənətlə, intellektlə dəstəklənmiş real bir bağ axtarışındasan. Əgər həyatında kimsə varsa, qarşı tərəfin sənə olan münasibətini xırda detallarla, hərəkətlərlə ölçəcəksən. Böyük, içi boş vədlər sənə maraqlı deyil, sənə real dəstək, çətin anında yanında olacaq bir çiyin lazımdır. Bugün partnyorunla gələcək planların rasional tərəflərini danışmaq, bəlkə də birgə büdcə və ya ortaq yaşam planları qurmaq üçün münasib zamandır. Amma diqqətli ol, onun xırda səhvlərini dərhal üzünə vurmaq və ya müəllim tonu ilə danışmaq aranızda soyuqluq yarada bilər. Subay qızlar üçün isə bugün rəqəmsal bir mühitdə və ya peşəkar bir platformada tamamilə öz işinin mütəxəssisi olan, ciddiyyəti və məntiqi ilə seçilən biri ilə yolların kəsişməsi mümkündür. Bu insanla söhbətiniz elə ilk dəqiqədən dərinləşə bilər. Hisslərini dərhal büruzə verməyi sevməyən təbiətin bu dəfə də işə düşəcək, amma qarşı tərəfə çox soyuq görünməmək üçün ən azından maraqlı olduğunu dialoqu davam etdirərək göstər. Professional fəaliyyətdə bugün sənə əsl mühəndis dəqiqliyi bəxş edir. Ssenari hazırlamaq, rəqəmsal layihələrin SEO infrastrukturunu qurmaq, video və ya audio montaj işlərindəki texniki boşluqları aradan qaldırmaq üçün bugündən daha səmərəli vaxt tapmaq çətindir. Beynində radikal qırılma yaradacaq, gələcək fəaliyyətini tamamilə fərqli bir səviyyəyə qaldıracaq yeni bir brend və ya məzmun strategiyası formalaşdıra bilərsən. İctimai statusun baxımından insanların səni intizamlı, sözünə etibar edilən və keyfiyyətli iş çıxaran bir peşəkar kimi tanımasını istəyirsən. Bugün həm də portfolyonu yeniləmək, gələn həftənin iş qrafikini saat-basaat planlaşdırmaq üçün əla zamandır. Hər hansı bir komanda işində rəhbərliyi və ya icraatın texniki tərəfini öz üzərinə götürmək istəyə bilərsən, çünki bilirsən ki, sən etməsən, heç kim o işi sənin qədər qüsursuz çatdıra bilməyəcək. Öz qabiliyyətlərinə güvən və rəqəmlərin dilindən istifadə etməkdən çəkinmə, maliyyə mövzusunda bugün tam mənası ilə bir mühasib kimi davranacaqsan. Gəlirlərini, xərclərini, gələcək borc və ya öhdəliklərini bir vərəqə və ya rəqəmsal tətbiqə qeyd edərək ciddi bir təftiş apara bilərsən. Son zamanlar texnologiyaya və ya fərdi inkişafına etdiyin investisiyaların büdcənə olan təsirini hesablayırsan. Bugün pul israfından qaçmaq qabiliyyətin çox yüksəkdir, sənə təklif olunan endirimlər və ya cəlbedici kampaniyalar belə səni ehtiyacın olmayan bir şeyi almağa məcbur edə bilməz. Gələcəkdə sənə passiv qazanc gətirə biləcək rəqəmsal aktivlər və ya uzun müddətli investisiya alətləri barədə araşdırmalar etmək üçün uyğun gündür. Əgər birindən maddi bir gözləntin və ya gecikmiş bir ödənişin varsa, onunla bağlı rəsmi və ya ciddi bir mesaj yazmaq gələn həftənin ilk günlərində nəticə verə bilər. Bugün sağlamlığında ən çox diqqət yetirməli olduğun şey sinir sistemin və həzm quruluşundur. Beynindəki bitmək bilməyən düşüncələr, görəsən hər şey qaydasındadırmı, qorxusu mədə nahiyəndə sıxılmalara və gərginliyə səbəb ola bilər. Kofein qəbulunu mütləq şəkildə azaltmalısan, çünki o, səndəki daxili təşvişi daha da tətikləyir. Bitki çaylarına, xüsusilə çoban yastığı və ya melisa çayına üstünlük ver. Fiziki olaraq oturaq rejimdən uzaqlaşmaq, boyun və bel əzələlərini rahatlatmaq üçün yüngül idman hərəkətləri etmək vacibdir. Gözlərini rəqəmsal ekranların mavi işığından qorumaq üçün bugün bir neçə saatlıq offline rejimə keçmək sinir sistemini tamamilə bərpa edəcək. Yaxşı bir yuxu gələn həftə üçün ən böyük ehtiyacındır. Tərəzi. Tərəzi bugün həyatının hər bir sahəsində o çox sevdiyin tarazlığı, estetik harmoniyanı və daxili sülhü bərpa etmək istəyirsən. İdarəçi planetin Veneranın bəxş etdiyi zərif və diplomatik enerji sayəsində ətrafındakı gərginlikləri neytrallaşdırmaq, insanları ortaq məxrəcdə birləşdirmək qabiliyyətin pik həddədir. Bazar gününü daxili dünyanı gözəlləşdirməyə və ruhunu dincəltməyə həsr etmək istəyəcəksən. Lakin planetlərin bugün sənə ötürdüyü mesaj biraz fərqlidir. Artıq sadəcə hər kəs yaxşı olsun, heç kim inciməsin deyərək öz prinsiplərindən güzəştə getməməlisən. Daxilində formalaşan o radikal qırılma hissi sənə öz sərhədlərini qalın xətlərlə çəkməyi öyrədir. Bugün qərarsızlıq bataqlığına düşməməyə çalış, ağlına gələn ilk instinktiv seçim adətən ən doğrusudur. Günün ikinci yarısında sənətə, musiqiyə və ya vizual konseptlərə qarşı daxili həssaslığın artacaq. Özünü ifadə edə biləcəyin fərdi sahələrə vaxt ayırmaq sənə inanılmaz bir yüngüllük bəxş edəcək. Münasibətlər sahəsində bugün tam bir qarşılıqlı anlaşma, romantika və mənəvi tərəfdaşlıq havası hakimdir. Əgər həyatında kimsə varsa, onunla həm vizual, həm də zehni olaraq eyni dalğada olduğunuzu hiss etmək istəyəcəksən.
Birlikdə estetik mühitlərdə vaxt keçirmək, gələcək hədəflərdən danışmaq və ya sadəcə sevdiyiniz bir musiqini paylaşmaq aranızdakı bağları daha da dərinləşdirəcək. Partnyorunun sənə qarşı göstərdiyi diqqətin səmimiyyətini analiz edə bilərsən, sənə qarşı edilən xırda bir nəzakətsizlik belə səni dərhal soyuda bilər. Amma hisslərini içində saxlayıb pasiv və aqressiv davranmaq yerinə nə istədiyini açıq dildə ifadə et. Subay tərəzilər üçün isə bugün sosial şəbəkələrin vizual və ya intellektual sferalarında yaxud sənətlə bağlı bir mühitdə olduqca təsirli bir ünsiyyətin başlaması gözlənilir. Bu insan öz zərifliyi, danışıq tərzi və sənə göstərdiyi fərqli dəyər ilə dərhal diqqətini çəkəcək. Qarşı tərəfin xarici görünüşü qədər daxili dünyasının da zəngin olması bu münasibətin təməlini möhkəm edə bilər. Bazar günü işləmək ritmindən uzaq olsan da vizual layihələr, ssenari hazırlıqları, musiqi istehsalı və ya dizayn işləri ilə məşğul olan tərəzilər üçün bugün əsl brendinq və konsept qurmaq günüdür. İnsanların qarşısına çıxardığın məzmunların, işlərin vizual qüsursuzluğu sənin üçün vizit kartı rolunu oynayır. Bugün rəqəmsal platformalarda özünü necə nümayiş etdirdiyini, profil imicini və ya portfolyonu yenidən nəzərdən keçirə bilərsən. Gələn həftə reallaşdıracağın işgüzar görüşlərin, əməkdaşlıq təkliflərinin strategiyasını qurmaq üçün əla zamandır. İctimai statusunda özünü daha müstəqil, heç kimin fikrindən asılı olmayan və öz orijinal üslubuna sahib bir peşəkar kimi təqdim etmək üçün daxili güc tapacaqsan. Komanda işlərində ortaya çıxan xaosu və ya fikir ayrılıqlarını öz diplomatik zəkanla həll edib, rəhbərliyin gözündə xalları toplaya bilərsən. Öz ideyalarının arxasında qətiyyətlə dur, çünki sənin vizyonun bugün gələcəyin trendini müəyyən edir. Maliyyə mövzusunda tərəzi bugün biraz tərəddüdlü ola bilər. Bir tərəfdən gələcəyini zəmanət altına almaq üçün pulunu qorumaq, digər tərəfdən isə estetik zövqünə toxunan lüks və ya keyfiyyətli əşyalara xərc çəkmək istəyi daxilində çarpışır. Xüsusilə işinin keyfiyyətini artıracaq proqram təminatları, audio-vizual alətlər və ya fərdi imicin üçün lazım olan detallar büdcəndə müəyyən bir hərəkətlilik yarada bilər. Əgər edəcəyin xərc sənə motivasiya və peşəkarlıq olaraq geri dönəcəksə, bunu israf hesab etmə, lakin anlıq emosional boşluqları doldurmaq üçün edilən alış-verişlərdən mütləq şəkildə uzaq dur. Yeni və fərqli bir gəlir qapısı, bəlkə də intellektual mülkiyyətindən və ya rəqəmsal layihələrindən gələ biləcək pasiv qazanc formaları barədə ağlına parlaq ideyalar gələ bilər. Bu fikirləri gələn həftənin ilk günlərində real planlara çevirmək üçün qeyd dəftərini yanında saxla. Bugün sağlamlığında ən həssas nahiyən böyrəklər və bel nahiyəsidir. Oturaq iş şəraitində çox qalırsansa, onurğana düşən yükü azaltmaq üçün mütləq bədənini dartacaq yüngül gimnastik hərəkətlər və ya yoga tipli dincəldici məşqlər etməlisən. Gün ərzində qəbul etdiyin suyun miqdarına xüsusi diqqət yetir. Bədənin toksinlərdən təmizlənməsi üçün suya böyük ehtiyacı var. Zehni olaraq ətrafındakı problemləri düşünməkdən dolayı yaranan yorğunluğu aradan qaldırmaq üçün musiqinin və ya səssizliyin gücündən yararlan. Axşam saatlarında rəqəmsal cihazlardan gələn mavi işığı minimuma endirmək, sosial şəbəkələrin gətirdiyi informasiya kirliliyindən uzaq durmaq yuxu rejimini tənzimləyəcək və gələn həftəyə tam bərpa olunmuş enerji ilə başlamağını kömək edəcək. Əqrəb bugün daxili instinktlərinin, bəsirətinin və analiz qabiliyyətinin daxilində tam bir güc mərkəzi yaratdığını hiss edəcəksən. Bazar günü olmasına baxmayaraq enerjin olduqca dərindir, səthi söhbətlər, sıradan əyləncələr sənə maraqlı gəlmir. Sən hər şeyin altında yatan real səbəbi, insanların gizli saxladığı sirləri və maskaların arxasındakı həqiqətləri tapmağa fokuslanmısan. Pluton və Marsın bugün ruhuna bəxş etdiyi o güclü iradə, həyatında uzun müddətdir davam edən və artıq sənə yük olan bəzi mövzuları tamamilə kökündən kəsib atmaq, radikal bir qırılma yaşamaq üçün sənə inanılmaz bir cəsarət verir. Ətrafındakı insanların səni sirli və ya bir qədər soyuq qəbul etməsi mümkündür, amma bu sadəcə sənin öz strateji sahəni qorumaq istəyindən irəli gəlir. Günün ikinci yarısında daxili dünyanda yaradıcı bir partlayış baş verə bilər. Beynində fırlanan qaranlıq, melanxolik, eyni zamanda dərin fəlsəfi fikirləri real sənətə, musiqiyə və ya ssenariyə çevirmək üçün möcüzəvi bir ilham tapacaqsan. Münasibətlərdə bugün əqrəbin o məşhur ya hər şey, ya heç nə prinsipi tam gücü ilə işləyir. Səthi sevgilər, sadəcə vaxt keçirmək üçün edilən flörtlər sənə görə deyil. Əgər həyatında kimsə varsa, onunla tam mənası ilə ruhsal bir birləşmə, sadiqlik və dərin bir ehtiras axtaracaqsan. Partnyorunun sənə qarşı olan səmimiyyətini gizli bir testdən keçirə bilərsən, onun baxışlarından, səs tonundan daxili dünyasını oxumağa çalışacaqsan. Əgər qarşı tərəfdən tam güvən alsan, ona dünyaları bəxş etməyə hazırsan, amma ən kiçik bir yalan və ya gizlilik hiss etsən, daxilindəki o qoruyucu divarları dərhal ucaldacaqsan.
Subay əqrəblər üçün isə bugün sirli, daxili aləmi zəngin və bəlkə də ilk baxışdan çox çətin görünən bir şəxslə qarşılaşma və ya yazışma ehtimalı yüksəkdir. Bu insanla aranızda elə ilk andan etibarən qarşısı alınmaz bir maqnit cazibəsi yarana bilər. Münasibətin rəvanlığı üçün dərhal qısqanclıq və ya sahiblənmə hisslərini ön plana çıxarmamaq, zamana buraxmaq ən doğrusudur. Professional cəbhədə bugün hər kəsin bazar günü dincəldiyi vaxtda sən gələcək rəqəmsal imperiyanın planlarını qurursan. Xüsusilə audio, musiqi, ssenari yazarlığı, əsəyə arxitekturası və ya vizual məzmun istehsalı ilə məşğul olan əqrəblər üçün bugün daxili aləmin o dərin motivlərini işə tökmək günüdür. Kimsənin cəsarət edə bilmədiyi radikal və fərqli mövzuları araşdırmaq, rəqiblərin boşluqlarını tapıb gələn həftə üçün mükəmməl bir hücum strategiyası hazırlamaq üçün əla zamandır. İctimai statusun baxımından insanların səni sadəcə bir icraçı deyil, pərdəarxası böyük bir strateq və idarəçi kimi görməsini istəyirsən. Brendin və ya layihələrinin rəqəmsal imicini gücləndirmək, köhnəlmiş və zəif vizualları portfolyondan silmək üçün bugün ideal təmizlik günüdür. Sən öz gücünü rəqəmlərin dilindən və peşəkarlığından alırsan, heç bir kənar tənqid səni yolundan döndərə bilməz. Maliyyə mövzusunda əqrəblər bugün olduqca soyuqqanlı və uzaq görəndirlər. Pulun haradan gəlib haraya getdiyini, gələcək investisiya imkanlarını və büdcənin real vəziyyətini mükəmməl şəkildə analiz edirsən. Bugün passiv gəlir mənbələri, rəqəmsal platformalardan gələn qazanclar və ya gizli kapital formaları barədə araşdırmalar etmək üçün çox uyğundur. Kənar şəxslərin sənə təklif etdiyi sürətli qazanc yollarına və ya riskli layihələrə qarşı daxili bir şübhə ilə yanaşacaqsan ki, bu da səni gələcək itkilərdən qoruyacaq. Özünə işinin texniki infrastrukturuna, məsələn, keyfiyyətli səs proqramları, notebook detalları və ya professional alətlər investisiya etmək istəyirsənsə, rəqəmləri düzgün quraraq bu xərci edə bilərsən. Axşama doğru keçmişdə qalan bir maddi məsələnin və ya paylaşılan bir büdcənin miras, bank, borc qaytarılması, müsbət həlli ilə bağlı mühüm xəbər ala bilərsən. Bugün sağlamlığında daxili enerji balansını qorumaq hər şeydən önəmlidir. Əgər daxilində yığılan stressi, emosional gərginliyi idman, musiqi və ya fiziki fəaliyyətlə boşalda bilməsən, bu, səndə daxili orqanlarda gərginlik və ya yuxusuzluq kimi özünü göstərə bilər. Əqrəb bürcünün həssas nöqtəsi olan bədənin təmizlənmə sisteminə diqqət yetir, bol su içmək və bədəni toksinlərdən təmizləyəcək təbii qidalar qəbul etmək bugün şərtdir. Psixoloji olaraq özünü yeniləmək üçün su ilə təmasda olmaq, uzun bir duş almaq və ya dəniz kənarında tam sükunətdə vaxt keçirmək daxili batareyanı dərhal dolduracaq. Gözlərini və beynini sosial şəbəkələrin toksik, şablon məzmunlarından uzaq tut, ruhunu dərin bir səssizliklə müalicə et. Oxatan bugün daxilindəki o macəraçı, azadlıq sevər və fəlsəfi ruh tam gücü ilə oyanır. Bazar gününün gətirdiyi sərbəstlik sənə dar çərçivələrdən, şablon qaydalardan və monoton rutinlərdən qaçmaq üçün böyük bir təkan verir. Yupiterin bəxş etdiyi nikbin və genişlənən enerji sayəsində bugün gələcəyə böyük bir ümidlə baxırsan. Beynində yeni üfüqlər açılır, fərqli ölkələr, yeni mədəniyyətlər, fəlsəfi cərəyanlar və ya tamamilə fərqli bir vizyon sənə ilham verir. Bugün daxilində baş qaldıran o radikal qırılma hissi, həyat tərzində və dünya görüşündə böyük dəyişikliklər etmək arzusunu alovlandırır. Ətrafındakı insanların kiçik, məişət qayğıları ilə məşğul olması sənə biraz darıxdırıcı gələ bilər, çünki sən bugün qlobal miqyasda düşünmək, böyük layihələrin konseptlərini qurmaq istəyirsən. İntuisiyan olduqca yüksəkdir, sənə yeni qapılar açacaq qeyri-adi təsadüflərlə qarşılaşa bilərsən. Günün yeganə təhlükəsi, detalları göz ardı edərək həddindən artıq riskli addımlar atmaq meyilliyidir. Böyük rəsmi görərkən xırda daşları da unutmamaq səni uğura aparacaq. Sevgi həyatında bugün azadlıq, daxili sərbəstlik və intellektual tərəfdaşlıq hər şeydən önəmlidir. Münasibətlərdə səni qısqanclıqla sıxan, hər addımını nəzarətdə saxlamaq istəyən insanlardan dərhal uzaqlaşmaq istəyəcəksən. Əgər həyatında kimsə varsa, onunla birlikdə yeni bir məkana getmək, heç danışmadığınız fəlsəfi və ya yaradıcı mövzulardan bəhs etmək aranızdakı emosional bağı tamamilə təzələyəcək. Birgə səyahət planları qurmaq və ya gələcək vizyonunuzu ortaq nöqtədə birləşdirmək üçün mükəmməl gündür. Subay oxatanlar üçün isə bugün rəqəmsal dünyada, fərqli bir şəhərdə və ya ölkədə yaşayan, dünya görüşü ilə heyranlıq doğuran biri ilə ünsiyyət qurmaq şansı var. Bu insan sənin təfəkkür tərzini dəyişdirəcək qədər güclü bir intellektə sahib ola bilər. Onunla başlayacaq dialoq sadəcə bir flört deyil, həm də zehni bir kəşf səyahəti olacaq. Hisslərini sərbəst burax, amma real addımlar atarkən məntiqi də əldən vermə. Professional fəaliyyətində bugün ssenari yazmaq, beynəlxalq layihələrin konseptini formalaşdırmaq,
Rəqəmsal platformalarda yeni məzmun strategiyaları qurmaq üçün inanılmaz bir potensiala sahibsən. Audio-vizual sənətlər, musiqi və ya rəqəmsal marketinq sahəsindəsənsə, bugün heç kimin ağlına gəlməyən bənzərsiz, biraz da cəsur ideyalar istehsal edəcəksən. İctimai statusun baxımından insanların səni sadəcə öz sahənin mütəxəssisi kimi deyil, həm də vizyoner, yol göstərən bir lider kimi görməsini istəyirsən. Brendinin rəqəmsal imicini qlobal trendlərə uyğunlaşdırmaq üçün araşdırmalar edə bilərsən. Gələn həftə üçün quracağın iş strategiyasında yenilikçi alətlərdən, bəlkə də yeni süni intellekt proqramlarından necə istifadə edə biləcəyin barədə planlar qura bilərsən. Öz orijinal üslubunu ortaya qoymaqdan qorxmaq, kütlələr bugün sənin daxilindəki o cəsarətli və səmimi enerjini təqdir etməyə hazırdır. Maliyyə mövzusunda Oxatan bürcünün təbii şans faktoru bugün aktiv ola bilər. Lakin daxili risk alma istəyi sənə planlaşdırılmamış xərclər də etdirə bilər. Gələcək fərdi inkişafın, təhsilin, yeni texnoloji cihazlar və ya yaradıcı layihələrin üçün lazım olan proqram təminatlarına pul xərcləmək istəyə bilərsən. Əgər bu xərc sənə uzun müddətli perspektivdə professional üstünlük qazandıracaqsa, bunu israf kimi görmə. Lakin qumar, spekulyativ investisiyalar və ya anlıq şans oyunları kimi sahələrdən bugün mütləq şəkildə uzaq durmalısan. Pul qazanmaq qabiliyyətin bugün intellektual əməyinə, fərqli layihələrdən gələ biləcək rəqəmsal qazanclara əsaslanır. Büdcəni rəqəmlərin soyuqqanlı dili ilə idarə etmək səni gələn həftələrdə yarana biləcək kiçik gərginliklərdən sığortalayacaq. Bugün ümumi fiziki enerjin olduqca yüksəkdir, bədənində hərəkət etmək, enerjini kənara ötürmək arzusu var. Oxatan bürcünün həssas nöqtələri olan bud, omba nahiyələri və qaraciyər bugün xüsusi diqqət tələb edir. Ağır, yağlı qidalardan və spirtli içkilərdən mütləq şəkildə uzaq durmalı, bədənini təmizləyəcək detoks effekti verən təbii içkilərə və bol suya üstünlük verməlisən. Açıq havada, təbiətdə və ya geniş parklarda edəcəyin ritmik yürüşlər və ya velosiped sürmək daxili enerjini mükəmməl balanslaşdıracaq. Zehni yorğunluğu aradan qaldırmaq üçün musiqinin ritminə sığınmaq, beynini neqativ xəbər axınından qorumaq bugün sinir sistemini tamamilə yeniləyəcək. Oğlaq bugün daxili dünyanda böyük bir intizam, gələcəyə yönəlik strateji hədəflər və sarsılmaz bir qətiyyət hakimdir. Saturnun sənə bəxş etdiyi o soyuqqanlı və məsuliyyətli enerji sayəsində bazar günü olmasına baxmayaraq, həyatının real mənzərəsini çəkməyə fokuslanmısan. Ətrafındakı insanların yüngül, plansız və sadəcə anı qurtarmağa yönəlmiş hərəkətləri sənə biraz qeyri-peşəkar və zaman itkisi kimi görünə bilər. Sən bugün öhdəliklərinin, qarşına qoyduğun böyük məqsədlərin fərqindəsən. Həyatında uzun zamandır davam edən və artıq sənə fayda verməyən sistemləri tamamilə dağıdıb, yerinə yenilərini qurmaq üçün daxilində radikal bir qırılma xətti formalaşır. İntuisiyan olduqca realist işləyir, xəyallara qapılmaq yerinə real faktlara və rəqəmlərə güvənirsən. Günün yeganə təhlükəsi, özünə və ətrafına qarşı həddindən artıq qəddar, soyuq və tənqidi yanaşmaq meyilliyidir. Unutma ki, bəzən sadəcə durub nəfəs almaq və qazandığın uğurların dadını çıxarmaq da planın bir hissəsi olmalıdır. Günün ikinci yarısında daxili səssizliyin sənə gələcək layihələrin üçün mükəmməl ideyalar pıçıldayacaq. Münasibətlər cəbhəsində bugün Oğlaq üçün tam bir dürüstlük, ciddiyyət və sadiqlik imtahanıdır. Söz bəzəmələrindən, içi boş romantik cümlələrdən tamamilə uzaqsan. Əgər həyatında kimsə varsa, onun sənə olan münasibətini çətin anlarda göstərdiyi dəstəklə və real addımlarla ölçəcəksən. Partnyorunla gələcək planların maddi və mənəvi təməllərini danışmaq, bəlkə də birgə həyat şərtlərini yenidən formalaşdırmaq üçün bugün olduqca uyğundur. Münasibətdə duyğularını gizlətmək və hər şeyi daxilində tək başına həll etməyə çalışmaq qarşı tərəfdə məni sevmir təəssüratı yarada bilər, ona görə də sakit dildə olsa belə daxilindəkiləri bölüşməkdən çəkinmə. Subay Oğlaqlar üçün isə bugün rəqəmsal bir mühitdə və ya peşəkar iş çevrəsində tamamilə öz duruşu, savadı və ağırbaşlılığı ilə seçilən bir şəxs diqqət mərkəzinə düşə bilər. Bu insanla münasibət böyük bir eşq partlaması ilə deyil, zamanla sınaqlardan keçərək dərinləşən köklü bir bağa çevrilə bilər. Addımlarını hər zamanki kimi ehtiyatla at, amma qəlbinin qapılarını da tamamilə kilidləmə. Professional fəaliyyətində bugün əsl arxitektor dəqiqliyinə sahibsən, yeni rəqəmsal konseptlər qurmaq, ssenari üzərində işləmək, audio-vizual layihələrin əsəyə və texniki tənzimləmələrini reallaşdırmaq üçün möcüzəvi bir fokuslanma qabiliyyətin var. Bazar gününü gələn həftələrin, bəlkə də gələn ayların iş strategiyasını cızmağa həsr edə bilərsən. İctimai statusun və professional imicin sənin üçün bugün hər şeydən önəmlidir. İnsanların səni zəif və ya hazırlıqsız görməsinə əsla dözümün yoxdur.
Rəqəmsal platformalardakı profillərini, portfolyonu yeniləmək və işində tamamilə orijinal, fərqli bir üslub ortaya qoymaq üçün daxili güc tapacaqsan. Komanda işlərində idarəçiliyi və krizis menecmentini öz üzərinə götürmək, rəqiblərin hərəkətlərini soyuqqanlı şəkildə analiz edib onların boşluqlarından istifadə etmək üçün bugün ideal zamandır. Maliyyə mövzusunda Oğlaq bürcü bugün tam mənası ilə bir iqtisadçı kimi hərəkət edir. Büdcəndəki ən xırda detal belə gözündən qaçmayacaq gəlirlərini, xərclərini və gələcək investisiya planlarını rəqəmlərin soyuq dili ilə sistemləşdirəcəksən. Son zamanlar texnoloji infrastrukturuna və ya peşəkar alətlərinə xərclədiyin pulların sənə necə geri dönəcəyini hesablayırsan. Bugün lazımsız, anlıq zövqlər üçün pul çıxarmaq sənə görə deyil, pulunu qorumaq və onu uzun müddətli aktivlərə yatırmaq barədə düşünürsən. Riskli maliyyə əməliyyatlarından, qumar və ya spekulyativ bazarlardan uzaq durmaq təbii instinktindir və bugün bu instinkt səni böyük itkilərdən qoruyacaq. Axşama doğru fərdi layihələrindən və ya rəqəmsal əməyindən gələ biləcək passiv bir qazancın real siqnallarını və ya təsdiq xəbərini ala bilərsən. Bugün sağlamlığında ən çox diqqət yetirməli olduğun nöqtələr sümüklər, oynaqlar, xüsusilə diz nahiyəsi və dişlərdir. Kompüter arxasında uzun müddət eyni pozisiyada qalırsansa, onurğana və belinə böyük yük düşə bilər, mütləq müəyyən fasilələrlə bədənini gərən və rahatladan yüngül məşqlər etməlisən. Kalsium və mineral qəbuluna diqqət yetir, bədəninin quruduğunu hiss etməmək üçün gün ərzində bol su iç. Zehni olaraq davamlı iş və gələcək qayğıları düşünmək sinir sistemini həddindən artıq yora bilər. Axşam saatlarında beynini tamamilə söndürəcək keyfiyyətli bir musiqi dinləmək, ekrandan uzaq durmaq və sakitləşdirici bir mühit yaratmaq yuxu rejimini bərpa edəcək və səni gələn həftənin böyük işlərinə tam güclə hazırlayacaq. Dolça bugün daxili dünyanda tam mənası ilə intellektual bir üsyan, yenilikçi fikirlər və gələcəyin konseptlərini qurmaq arzusu hakimdir. Uranın sənə bəxş etdiyi o qeyri-adi və vizyoner enerji sayəsində bazar günü olmasına baxmayaraq, beynin gələcəyin rəqəmsal dünyasını, yeni texnologiyaları və cəmiyyəti dəyişdirəcək ideyaları analiz etməklə məşğuldur. Sənin üçün şablon qaydalar, hər kəsin getdiyi yollar heç bir zaman maraqlı olmayıb, amma bugün daxilində formalaşan o radikal qırılma hissi sənə hər şeyi tam fərqli, bənzərsiz bir üslubla yenidən qurmaq cəsarəti verir. Ətrafındakı insanların sənə çox fərqli və ya anlaşılmaz baxması mümkündür, lakin bu, sənin zamanın fövqündə düşünməyindən irəli gəlir. İntuisiyan olduqca güclüdür, rəqəmsal trendlərin hara gedəcəyini, kütlələrin yaxın gələcəkdə nəyi bəyənəcəyini instinktiv olaraq hiss edirsən. Günün yeganə təhlükəsi, daxili dünyanda o qədər dərin fəlsəfi fikirlərə qapıla bilərsən ki, real həyatın reallıqlarından, dostlarından və ailəndən tamamilə qopuq bir rejimə keçə bilərsən. Zəka ilə reallıq arasındakı balansı qorumaq bugünün əsas qaydasıdır. Münasibətlər sahəsində bugün Dolça üçün zehni tərəfdaşlıq, azadlıq və intellektual yaxınlıq emosional dramlardan qat-qat öndədir. Əgər həyatında kimsə varsa, onunla eyni musiqi zövqünü, fərqli fəlsəfi baxışları və ya rəqəmsal dünyadakı layihələri paylaşmaq sənə inanılmaz bir həzz verəcək. Səni boğan, daxili azadlığını məhdudlaşdıran və ya hər addımına şübhə ilə yanaşan münasibət formalarına qarşı bugün dözümün sıfıra bərabərdir. Qarşı tərəfdən sadəcə sevgili deyil, həm də ən yaxın dost olmasını gözləyirsən. Subay dolçalar üçün isə bugün tam bir rəqəmsal kəşf günüdür. Virtual platformalarda, bir forumda, fərqli bir məzmunun şərh bölməsində və ya sənətlə bağlı onlayn bir mühitdə tamamilə sənin tezliyində danışan, sarkastik və zəki yumoru ilə fərqlənən biri ilə qarşılaşa bilərsən. Bu insanla başlayacaq söhbət qısa müddətdə dərin bir intellektual bağa çevrilə bilər. Hisslərinə biraz zaman tanı, tələsmə, çünki bu dəfəki hekayə adəti üzrə adi bir flört deyil, zehni bir tapmaca kimidir. Professional cəbhədə bugün rəqəmsal layihələr, ssenari yazarlığı, audio-vizual məzmunlar və əsəya arxitekturası üzərində işləyən dolçalar üçün əsl qızıl dövrdür. Heç kimin ağlına gəlməyən alternativ ideyalar, fərqli video konseptləri və ya musiqi altyapıları hazırlamaq üçün beynində böyük fırtınalar qopur. İctimai statusun baxımından insanların səni şablon bir iş icraçısı kimi deyil, trendləri müəyyən edən, fərqli və azad bir vizyoner kimi qəbul etməsini istəyirsən. Öz brendinin vizual imicini tam fərqli, bəlkə də daha radikal bir formata salmaq üçün dizaynlar hazırlaya bilərsən. Gələn həftənin professional strategiyasını qurarkən texnologiyanın ən son imkanlarından, süni intellekt alətlərindən necə yararlana biləcəyin barədə planlar cızmaq sənə böyük üstünlük qazandıracaq. Öz qabiliyyətlərinə və vizyonuna sonuna qədər güvən, çünki sənin bugünkü qeyri-adi ideyaların gələcəyin real layihələridir. Maliyyə mövzusunda dolçalar bugün gələcəyə yönəlik rəqəmsal investisiyalar,
Texnoloji cihazlar və fərdi inkişaf layihələri barədə ciddi düşünürlər. İşinin keyfiyyətini artıracaq professional proqram təminatlarına, audio-vizual alətlərə və ya yeni gadjetlərə xərc çəkmək istəyi yarana bilər. Əgər bu investisiya sənə gələcəkdə zaman və peşəkarlıq olaraq geri dönəcəksə, bu xərc etməkdən çəkinmə. Lakin anlıq emosional qərarlarla, sadəcə trend olduğu üçün ehtiyacın olmayan rəqəmsal abunəliklərə və ya cihazlara pul yatırmaqdan uzaq dur. Gəlirlərini artırmaq üçün fərqli, rəqəmsal və passiv qazanc formaları, məsələn, onlayn platformalardan, fərdi layihələrdən gələ biləcək qazanclar barədə ağlına parlaq fikirlər gələ bilər. Rəqəmləri soyuqqanlı şəkildə analiz etmək səni gələn həftələrin kiçik büdcə sıxıntılarından tamamilə sığortalayacaq. Bugün sağlamlığında ən çox diqqət yetirməli olduğun nöqtə sinir sistemin, gözlərin və qan dövranındır. Ekran qarşısında keçirdiyin saatların miqdarı bugün göz yorğunluğuna və axşama doğru miqren tipli baş ağrılarına səbəb ola bilər. Mütləq şəkildə müəyyən saatlarda rəqəmsal detoks etməli, telefon və kompüterdən uzaqlaşıb gözlərini dincəltməlisən. Qan dövranını tənzimləmək üçün təmiz havada, parkda və ya dəniz kənarında qısa, amma ritmik yürüşlər etmək sənə çox yaxşı təsir edəcək. Bədəninin enerjisini bərpa etmək üçün bol su içməli və kafein qəbulunu azaltmalısan, çünki onsuz da yüksək olan zehni sürətini kafeinlə daha da artırmaq yuxu rejiminə ziyan vura bilər. Ruhunu dincəldəcək fərqli janrda bir musiqi dinləmək günü mükəmməl balansda bitirməyinə kömək edəcək. Balıqlar. Balıqlar bugün daxili dünyanda, emosiyalarında və intuisiyanda tam mənası ilə okean dərinliyində bir dalğalanma hiss edirsən. Neptunun sənə bəxş etdiyi o güclü bəsirət və xəyal gücü bugün zirvədədir. Ətrafında baş verən hər şeyi, insanların sənə demədiyi gizli duyğuları belə bir radar kimi tutursan. Bazar günü olmasına baxmayaraq, ruhun tam olaraq dincəlmək yerinə həyatın fəlsəfi mənasını, gələcək hədəflərini və daxili dəyişikliklərini sorğulamaqla məşğuldur. Son zamanlar daxilində formalaşan o radikal qırılma hissi sənə artıq qurban rolundan çıxmağı, başqalarının emosional yüklərini daşımaqdan imtina etməyi öyrədir. Bugün öz sərhədlərini çəkmək və sadəcə öz daxili səsinə qulaq asmaq istəyəcəksən. Günün ikinci yarısında yaradıcı potensialın inanılmaz bir şəkildə alovlanacaq, daxilindəki melankoliya, sevgi və ya gələcək arzuları real sənətə, musiqiyə, ssenariyə və ya rəqəmsal bir vizualı köçürmək üçün mükəmməl bir ilham dalğası tapacaqsan. Reallıqdan tamamilə qopmamaq şərtilə bugün öz xəyal dünyanda möcüzələr yarada bilərsən. Münasibətlər cəbhəsində bugün balıqlar üçün mənəvi yaxınlıq, ruhsal tərəfdaşlıq və dərin bir anlayış hər şeydən öndədir. Səthi flörtlər, içinə zəka və ruh qatılmamış ünsiyyətlər sənə maraqlı deyil. Əgər həyatında kimsə varsa, onunla sadəcə gündəlik mövzulardan danışmaq deyil, bir-birinizin daxili qorxularını, xəyallarını və gələcək vizyonunu paylaşmaq aranızdakı bağları görünməz iplərlə daha da möhkəmləndirəcək. Partnyorunun sənə qarşı olan diqqətində tam bir səmimiyyət axtarırsan, yalan və ya süni davranışları gözlərindən dərhal oxuya bilərsən. Subay balıqlar üçün isə bugün rəqəmsal dünyanın vizual və ya sənətsel sferalarında, bəlkə də bir musiqi və ya yazı platformasında tamamilə sənin ruh ekvivalentin olan biri ilə qarşılaşma şansı var. Bu insan öz daxili aləminin zənginliyi, dünyaya fərqli baxışı və zərif cümlələri ilə səni dərhal özünə çəkəcək. Hisslərini dərhal ortaya qoyub özünü müdafiəsiz buraxma, zamana və qarşılıqlı addımlara güvənərək irəlilə. Professional fəaliyyətində bugün ssenari yazmaq, musiqi istehsalı, vizual məzmun konseptləri qurmaq və rəqəmsal platformalarda yeni bir imij formalaşdırmaq üçün möcüzəvi bir yaradıcılıq enerjin var. Sən kütlələrin emosional ehtiyaclarını çox yaxşı hiss etdiyin üçün bugün hazırlayacağın bir video ideyası, audio altyapı və ya məzmun planı gələcəkdə böyük auditoriyaların ürəyinə toxuna bilər. İctimai statusun baxımından insanların səni sadəcə bir icraçı deyil, fərqli vizyonu olan, işinə ruhunu qatan orijinal bir yaradıcı kimi tanımasını istəyirsən. Gələn həftənin professional strategiyasını qurarkən öz orijinal üslubunu necə ön plana çıxara biləcəyin barədə planlar cız. Digər insanların rəqabət dolu, aqressiv dünyası səni qorxutmasın, sənin ən böyük gücün öz səmimiyyətin, bənzərsiz xəyal gücün və işləri incəliklərinə qədər hiss edərək qurma qabiliyyətindir. Maliyyə mövzusunda balıqlar bugün biraz daha realist və ehtiyatlı olmalıdırlar. Xəyalpərəst təbiətin və anlıq emosional dalğalanmaların səni xüsusilə onlayn platformalarda estetik, lüks və ya sənətlə bağlı əşyalara, musiqi proqramlarına lazımsız xərclər etməyə sürükləyə bilər. Əgər edəcəyin xərc gələcəkdə sənin işinin keyfiyyətini artıracaq və sənə peşəkarlıq olaraq geri dönəcəksə, bunu bir investisiya kimi gör, lakin sadəcə daxili boşluqları doldurmaq üçün edilən alış-verişlərdən mütləq uzaq dur.
Gəlirlərini artırmaq üçün öz intellektual əməyini, rəqəmsal layihələrini necə pula çevirə biləcəyin barədə ağlına çox parlaq və alternativ ideyalar gələ bilər. Bu fikirləri gələn həftə real planlara çevirmək üçün qeyd et. Rəqəmlərin dilindən istifadə etmək və büdcəni soyuqqanlı analiz etmək səni gələcək gərginliklərdən qoruyacaq. Bugün sağlamlığında ən çox diqqət yetirməli olduğun nöqtə limfa sistemi, ayaq nahiyəsi və ümumi psixoloji vəziyyətindir. Ətrafındakı insanların negativ enerjilərini özünə çəkməyə meyilli olduğun üçün axşama doğru daxili bir yorğunluq və ya baş ağrısı hiss edə bilərsən. Suyun müalicəvi gücündən mütləq yararlan, uzun bir duş almaq və ya dəniz kənarında tam sükunətdə vaxt keçirmək sənin daxili batareyanı dərhal dolduracaq. Ayaq üstə çox qalırsansa və ya oturaq iş rejimindəsənsə, qan dövranını tənzimləmək üçün yüngül idman hərəkətləri et. Bədəninin qurumaması üçün gün ərzində bol su iç və kofein qəbulunu minimumda saxla, çünki o, səndəki daxili həssaslığı təşvişə çevirə bilər. Ruhunu oxşayacaq keyfiyyətli bir musiqi ilə günü tam səssizlik və hüzur içində bitirmək sənə mükəmməl bir yuxu bəxş edəcək.